Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcidzadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Şuvalanda 7,2 sotun üzərində zövqlə, səliqə ilə inşa edilmiş 5 otaqlı belə bir gözəl modern bağ evini təqdim edirəm. İlk öncə bağ evinin planlamasını sizə demək istəyirəm ki, evimiz 5 otaqlı olduğu halda daxilində 4 yataq otağı var, 4 hamam otağı, 2 mətbəxdir ki, hansısa ki, biri ki, sol tərəfdə yay və qış mətbəxidir. Onun daxilində özünə məxsus olan hamam otağıdır, texniki otaqdır və evin daxilində sahibkar camaşırxana da inşa edib ki, sizin rahatçılığınız üçün. Texniki otaqda isə bütün evin, necə deyərlər, isti sisteminə nəzarətdir, polisə bağlantı sistemi, kamera sistemi. İnşallah gəlib canlı baxarsınız. Bu evə gecə vaxtı gəlmək tamam ayrı bir gözəlliyidir ki, çünki bu LED işıqlar bu evə ayrı cür gözəllik verir. Deməli, həyətə daxil olan kimi belə bir 2 avtoluq parking zonası var və əlavə olaraq küçəsində də rahatçılıqla avtomobillərinizi saxlaya bilərsiniz. Baxın, görün burada necə gözəl yaşıllığa üstünlük veriblər və mən sizə bildirmək istəyirəm ki, indi ola bilər axşam vaxtıdır, görsənmir, ətrafda da yaşıl bağlardır. Bu ərazi havası ilə çox seçilir. Yerləşmə yerini sizə bildirmək istəyirəm ki, Şuvalan Villa şəhərciyinin düz yanındadır. Və bura alternativ olaraq bir neçə istiqamətdən gələ bilərsiniz. Eləcə də Şuvalan Buzovna yolunda yerləşən Vətən restoranının arxasından, Şuvalan Ticarət Mərkəzindən bir çox istiqamətlər var və Şuvalan dəniz yolundan birbaşa dənizə gedə bilərsiniz. Evin fasadını sizə bir daha göstərirəm ki, çox gözəl bir fasadı var və fasadda işlənən elementlər gözəlləşdirir. Burada dekorativ suvaqdır, LED işıqlar və keramogranitdən istifadə olunub. Qonaq otağıdır, yay və qış mətbəximiz bahalı HBŞB sistemlərindəndir. Evin daxilində də sahibkar kasdır, ecadır, belə bir aksesuarlardan, santexnik aksesuarlardan istifadə edib. Və master yataq otağında bu vannanın çox gözəl bir gözəlliyi var. Mən onun daxilindən də çəkiliş edirəm ki, bizim bu hovuza görüntüdür. Hovuzumuz 5-in 10-adır və daşma hovuzdur. Daşma hovuzların inşası da görünüş baxımından o necə deyirlər, estetik başdan çox fərqlidir. Rəngləri dəyişir işıqların və buradakı, necə deyərlər, mozaikalar da ona gözəllik verir. Keçirəm burada ikinci yaşıl zonamıza. Bu yaşıl zonamızın da hasarın kənarlarında belə gözəl leylandır ağacları əkilib və hasarları da, necə deyərlər, çərçivəyə alıblar, ramkaya alıblar, belə bir ağlayla. Və nəzərinizə çatdırıram ki, burada bütün kommunikasiya xətləri mövcuddur. Qaz, işıq, su dövlət xətləri ilədir. Fiber optik internet, hətta küçəsindən mərkəzi kanalizasiya da keçir. Evin sağ tərəfimizdə belə bir manqal inşa edilib. Manqalın qarşısında alqışlayıram sahibkarı. Bu əncil ağacını saxlayıb Bakı bağlarının, necə deyərlər ki, gözəlliyi olan əncil ağacı. Çox təəssüf ki, yeni sahələrdə bəzən olur, olmur, amma indi burada bir köhnə bir bağ olub, alıblar. İnşallah bu evi alanlar da xoş günlər keçirsinlər. Belə bir bucaqlardan mən istəyirəm göstərim. Evin baxın, kənarları da keramogranitdəndir və işıq sistemi çox gözəldir. Mən istəyirəm ki, bütün bucaqlardan sizə göstərim. Ola bilər videomun dəqiqələri çox olsun, amma lakin istədim ki, sizə ki, ətraflı məlumat verim. Hovuzun kənarlarında belə bir istirahət köşəsidir və terasımız da var. Burada 10 tona yaxın olan su deposudur. Hər hansısa bir dövlət suyunda problem olduqda rahatçılıqla istifadə edəsiniz. Və burada özəllik nədir ki, bütün pəncərələr, qonaq otağı, yataq otaqlarından hovuzu və bağçanı görür. Çox gözəllikdir. Döşəməmiz isə keramogranitdəndir. Baxın, evin kənarlarına da siz rahatçılıqla keçə bilirsiniz. HBŞB sistemlərlə açılır burada və burada sahibkar mebellər yerləşdirməyib. Çünki zövqlər müxtəlifdir. Bəzən olur, bizdən də evləri alan yoldaşlar o mebelləri dəyişir, istəklərinə uyğun mebellər alırlar. Burada da elədir ki, necə deyərlər, sizin istəyinizə uyğun. Və vaxtınızı almadan daxil olacağım evə. Evin daxilindən sizə çəkiliş edim. Deməli, əsas qapımızdan keçirəm. Evimiz ümumi isti döşəmədən ibarətdir. Çox
geniş bir planlaması var. 250 kvadrat qeyd olunub. Daxil olan kimi sol istiqamətimizdə qonaq otağıdır. Belə bir dəhlizdir. Bu dəhliz birbaşa olaraq sağ tərəfdə yataq otaqlarına gedir. Qarşılan kimi bizim qarşımızda isə evin ümumi hamam otağıdır və digər 2 yataq otağıdır. Mən ilk öncə istəyirəm ki, qonaq otağından başlayım. Bu qonaq otağından da birbaşa olaraq hovuz görüntüsüdür və keçid var yay və qış mətbəxinə. İndi mən keçəcəm yay və qış mətbəxinə. Birlikdə sizlərlə tur edirəm. Belə bir həbə-şəbə sistemlərlə açıram. Burada belə bir gözəl bir bağ mebelləri olsa çox gözəl olar. Qəhvaltı etmək üçün, nahar etmək üçün. Və yay və qış mətbəximiz artıq mətbəx mebeli quraşdırılıb. Artıq burada TV də var. Daxilindəki ona məxsus olan hamam otağıdır. Onu da sizə göstərim. Bütün hamam otaqlarının, necə deyərlər, çox səliqəli, hamısında da belə bir divar içi aksesuarlardan istifadə olunub. Bayaqki bəhs etdiyim texniki otaqdakı istilik sisteminə nəzarət, kameralar və keçirəm qonaq otağından digər yataq otaqlarımıza. Burada belə bir yataq otaqlarımız var. Rəngləri çox gözəl seçib. Baxın, bu yataq otağımızdır. Evin ümumi hamam otağı, onu göstərirəm sizə. Belə bir hamam otağıdır. İkinci yataq otağı. Burada favori rəngim olan xardal rəngindən istifadə ediblər. Və keçirəm evin ən maraqlı hissəsinə. Burada da özə gözəl belə bir böyük bir geniş bir pəncərə qoyublar ki, dəhlizə işıq düşsün. Baxın, bu layihəni mən çox sevirəm ki, bu hissədən birbaşa olaraq həyət görüntüsü. Evin mətbəxidir. Mətbəxlər demək olar ki, evin daxilindədir. Bu mətbəxdən də birbaşa olaraq evin terasına keçiddir. Mən mətbəxi göstərirəm sizə. Camaşırxanamız. Burada paltar yuyan, qurudan üçün yer qoyulub. İndi çox dəbdədir camaşırxananın olması. Keçirəm digər 3-cü yataq otağına. 3-cü yataq otağının daxilində özünə məxsus olan hamam otağı var. Baxın. Və döşəməmiz isə yolkalıdır. İsti döşəməyə uyğun olan bir parketlərdir. Və bu yataq otağının daxilindəki də hamam otağını sizə göstərirəm. Və sonda keçirəm master yataq otağına, hansı ki o vanna birbaşa olaraq həyətə baxırdı. Bu yataq otağının daxilində özünə məxsus olan qardirob otağı da var. Belə bir yataq otağıdır, birbaşa olaraq hovuz görüntülü. Qardirob otağına istəyinizə uyğun rəflər, dolablar yığa bilərsiniz. Və sonda mən sizə master yataq otağının hamam otağını göstərmək istəyirəm. Baxın. Hovuzun o rənglərini dəyişməyi çox gözəldir, çox bəyəndim. Çünki bu mozaikalarda çox ayrıca bir xüsusiyyəti var. Baxın, çox səliqəli. Burada artıq jalüz də quraşdırılıb və nəzərdə tuturam ki, ətrafdan bura müdaxilə olunmayıb, yəni görüntü müdaxiləsi yoxdur. Bağlardır və evdə bir mərtəbə olduğu üçün çox yaxşıdır. Və beləliklə, dəyərli izləyicilər, çəkilişimiz sona çatır və bu bağ evinin də tam ətraflı məlumatlarını elan bölümündə qeyd etmişəm. Və start qiymətini də sizə bildirmək istəyirəm ki, 700.000 manat start olaraq təklif olunur. Lakin bizim müştərilərimizə çox xüsusi bir endirim var. Bunu mən hər dəfə deyirəm, yenə də deyirəm. Çünki illərlə işlədiyimiz sahibkarlardan çox xüsusi bir endirimləri əldə etməyi bacarırıq. Bəzən ola bilər ki, qiymətlə dəyişiklik olanda da bizim web saytımızı ziyarət edin, bağım.az. Orada siz yenilənmiş məlumatları əldə edəcəksiniz və hətta satılmış evlər haqqında da məlumatınız olacaq ki, necə deyərlər, sizdə vaxt itkisi olmasın. Sizlərlə mən idim Rövşən Məcidzadə. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə. Hələlik.